Şimali Amerikanın iqlim qurşaqlarından danışaq. Cənubdan şimala doğru baxırıq ki, bu kiçik ərazidə şimal subekvatorial var. Deməli, subekvatorial, tropik, subtropik, mülayim, subarktik, arktik. Bir sözlə, şimal yarımkürəsinin bütün iqlim qurşaqlarında yerləşir ekvatorialdan başqa. Ekvatorial ancaq və ancaq deməli Cənubi Amerikadadır, Afrikadadır və Cənub-Şərqi Asiyadadır. Deməli baxırıq ki, burada başlayaq tropiklə. Tropikin iki dənə tipi var, uşaqlar demişdik. Biri quru tropikdir, biri rütubətli tropik. Quru tropik materikin qərbindədir, ümumiyyətlə bütün materiklərin qərbindədir və burada Kaliforniya yarımadasıdır. Bu hissədə Kaliforniya yarımadasıdır. Burada səhralar da var, Sonor səhrası, Mojave və s. Bu tərəfi isə bütövlükdə bu Mərkəzi Amerika. Yerləşir rütubətli tropikdə. Burada nələr var? Deməli, Yucatan yarımadasıdır, sonra Meksika yayını ovalıqdır, sonra Atlantik yayını ovalıqdır. Buralar bu Meksika yaylasının özüdür, həmçinin. Sonra Yucatanı dedik, Yucatan yarımadasıdır. Buradakı o balaca ölkələrdir. Bunların hamısı yerləşdi rütubətli tropik iqlimdə. Həmçinin burada Kuba, Yamayka adaları, bunların hamısı Antil adaları adlanır. Burası bütövlükdə Mərkəzi Amerika adlanır. Bunların hamısı deməli yerləşdi tropikin rütubətlisində. Bu nə deməkdir? Yəni burada il boyu rütubətli hava hakim olur, temperatur da yüksək olur. Sonra bir də ki, testdə bir şey düşünür. Baxın bu xəritəyə, kitabda diqqət edin bu xəritəyə. Görürsünüz burada tünd göy rəng, yağıntı 2000 mm-dən çoxdur. Testdə düşür ki, Şimali Amerikanın ən rütubətli hissəsi haradır? Siz o dəqiqə qaçıb bu Mərkəzi Amerikanı götürməyin. Ən rütubətli yer Alyaska körfəzinin sahilləridir. Baxın, burada Alyaska körfəzidir. Bunun sahilləri ən rütubətli yer hesab olunur. Bunun da səbəbi nədir? Buradakı cərəyan, isti cərəyan. Burada görürsünüz, Alyaska cərəyanı var. O da bura bildiyimiz kimi yağıntı gətirir. Yəni bütün isti cərəyanlar yağıntı verir. Ona görə ən rütubətli yer buradır. Baxaq, ən aşağı rütubət hardadır? 100-250 şimal yarımkürəsində. Demişdik ki, qütblər və tropiklər ən az yağıntı alır, yəni quru tropiklər. Deməli, birinci yağıntılı yer Alyaska körfəzi sahilləridir. İkinci yağıntılı yer isə Mərkəzi Amerika və bu şərq hissəsidir. Sonra keçirik subtropik iqlimə. Subtropik iqlimdə görürük ki, bərabər rütubətlidən başqa hamısı var. Burada dedik ki, mussondur. Həmçinin musson burada da var idi, Avrasiyada. Musson ortada gəlir kontinental. Təbii ki, kənarda isə Aralıq dənizi iqlimi hakimdir. Şimalda isə deməli mülayim iqlimdir. Mülayimin burada mussonu yoxdur. Mülayimin mussonu ancaq və ancaq Avrasiyanın şərqindədir. Burada deməli gəlir dəniz, mülayim dəniz sağ tərəfdə. Ortada gəlir kontinental, solda isə mülayim dəniz. Sağda solda mülayim dənizdir. Bir də burada mülayimin kontinentalı var. Burada kəskin kontinentaldır. Qıraqda isə mülayim kontinentaldır. Bir də bir şey deyək ki, burada nəyə görə tornadolar olur? Və görürsünüz, materikin dağları, ancaq əsas dağlar Kordiliyerdir qərbdə. Bir də burada Appalaç dağları var. Onda elə böyük rolu yoxdur iqlimdə. Bu orta hissədə tamamilə düzənlik olduğuna görə, burada dağ olmadığına görə, şimaldan soyuq hava kütlələri rahat bir şəkildə materikin ortalarına qədər gəlib çatır. Burada isə tropik hava. Deməli, buradan soyuq hava, buradan isti hava gəlir toqquşur deyə, deməli, təzyiq fərqindən və hava kütlələrinin fərqliliyindən burada tornadolar yaranır. Yəni, onun yaranma səbəbi budur. Materikin iqliminə Alyaska cərəyanı təsir eləyir dedik. Sonra burada Labrador cərəyanı təsir eləyir. Soyuq cərəyan olduğuna görə iqlimə deməli quraqlıq verir da buralara. Burada isə deməli Gulf Stream cərəyanı var. O da iqlimə müsbət təsir göstərir. Bu hissələr rütubətlidir. Rütubətli aşağı tropikdir, yuxarısı subtropik iqlimin mussonudur.
Bir sözlə rutubəti gətirir də bu ərazilərə. Bu da belə. Sonra yuxarısı yerləşir, deməli, subarktik iqlim qurşağında. Deməli, Grenlandiyanın bir hissəsidir. Labrador yarımadasının şimalıdır, yerləşir deməli. Daha sonra burada deməli Alyaska yarımadası, bax bunu yadda saxlayın. Alyaska yarımadası mülayimdədir. Alyaska ştatı isə burada yerləşir, ştatın özü, ABŞ-ın ştatıdır. O isə subarktik iqlim qurşağındadır. Sonra yuxarıda Grenlandiyanın böyük bir hissəsi, həmçinin yuxarıdakı adaların hamısı, burada Ellesmere'dir, Devondur, Banks'dır və s. Bunlar isə yerləşir arktik iqlim qurşağında. Bu da bu qədər.